Herkese selam dostlar. Ben Tenkitçi Kız. Bugün sizlerle birlikte Selen adındaki bir kanalı tenkit edecek. Selen'in YouTube'da tam olarak 4000'e yakın abonesi var. Onun sadece 36 tane videosu yoktur. Onun əvvəllər daha çox videoları vardı. Ancaq özü o videoları öz əməyi ilə çəkməmişdi. Vaxtilə Luther adında Türk kanalından biraz videolar götürmüşdü və mən də onu bu sayədə kəşfləmişdim. Luther həmin kanalında onun videolarını izləmişdi və bunun haqqında danışmışdı. Və Slen də onun videosunda ondan üzr istəyib, bir də onun videolarını kopyalamayacağına söz vermişdi və həqiqətən də sözünü tutdu. Diğer videolarda gördüyüm qədərilə silib. Belə bir hərəkəti çox az insan edir. Çünki çox vaxt içerik oğurlayan insanlar içerik oğurladığını qəbul eləmir. Sadəcə fikir götürdüm deyirlər. Həqiqətən bu hərəkəti çox xoşuma gəlir. Çünki bunu çox az insan edir. Və gördüyüm qədərilə də artıq öz videolarını çəkir. Əvvəllər də çəkirdi, amma bu nisbətən daha az çəkirdi. Onun ilk videosu ilə son videosuna baxdım və həqiqətən dəyişikliklər var. Əvvəllərə görə artıq nisbətən daha kaliteli videolar çəkməyə başlayıb. Onun üçün uğurlar arzulayıram və inşallah YouTube'da 1 milyona qədər abunəsi çatar. Instagramda tam 347 abunəçisi var idi, yəni takipçisi var idi. Ancaq TikTok və Discord'una və Telegram'ına girməmişəm. Çünki TikTok yükləmirəm və digərləri də yükləmişəm, amma məndə açılmadılar. Nəysə, amma bizim Azərbaycanda da bu tip videolar çəkən, podcastlər çəkən kanallar gördükcə çox xoşuma gəlir. İnşallah uğurlarını davam edər. Nəysə dostlar, bugünlük bizə ayrılan vaxtın sonuna gəldik. Sağ olun.